Cümə axşamları oxunması tövsiyə edilən misilsiz fəzilətli surə. Vaqiə surəsi Məkkədə nazil olub, 96 ayədən ibarətdir. Barəsində misilsiz fəzilətlər qeyd edilib. Vaqiə surəsinin cümə axşamı tilavət edilməsi ilə bağlı hədislər vardır ki, surənin misilsiz fəzilətlərini önə çəkir. Səvabul Əmal əsərində İmam Sadiqdən əleyhissalam bu surənin cümə axşamı günündə oxunması barədə maraqlı bir hədis vardır. Hər kəs cümə axşamı gecəsi Vaqiə surəsini oxusa, Allah onu sevər və insanlara sevdirər. O dünyada qorxu, yoxsulluq və bəla görməz. Qiyamətdə Əmir-əl-Möminin Əlinin yoldaşlarından olacaq. Bu surə Əmir-əl-Mömininə məxsusdur. Heç kəs bu məsələdə imamla şərik ola bilməz.